Her vaxtınız xeyir olsun hörmətli tamaşaçılar. Bu 9 Azərbaycan Liqasında Rofun və Bakı Sporting komandaları bugün qarşılaşırlar. Hər iki komandaya uğurlar diləyirik. Birinci saniye oyun başlayacaq. Hər iki komanda artıq hazırdır oyuna. Mərkəzdən ilk toxunuş Rofun komandası tərəfindən başlanır. Abbas, Fuad, Ağaçqa. Top çıktı, kenara çıktı. Serbest vuruşla Bilagil topu oyuna daxil edir. Ardadan qapıya doğru zərbə. Ağabaldan burada bir pressing var idi. Top elə Ağabalaya deyib çıxdı oyundan. Məhəmməd topu qarşıladı, Ağabalaya itirmə verdi. Ağabaldan zərbə, top qapı üstündən keçdi. Abbas topu qarşıladı. Fuad, ağlı oynadı Fuad burada. Arda irəliyir, Ardadan zərbə. İlk qapıya doğru zərbə Ardadan oldu. Sizdən zərbə. Rəqib qapıcı çox əla oynadı. Məhəmməddən qapıya doğru yox, yenidən Ağabalar sizdən yenidən başladı. Çünki hakim fili səslənməmiş Ağabala başlamışdı oyuna. Artıq hakim fili səslənir. Məhəmməddən qapıya doğru ötürmə. Bu zərbə deməzlik ötürməkdir. Orada çox gözəl bir qapıya doğru düşünülmüş bir peşə zərbə vurdu, amma təəssüf ki top yan keçdi topdan. Növbəti ikinciden zərbə olacaq. Ağabala yenə də zərbə, amma qapıya doğru zərbə olsa da top qapının üstündən keçdi. İlk dəqiqələrdə Rofun komandası rəqibi sıxmağa çalışır. Görək yaxın dəqiqələrdə necə olacaq durum. Top çıxdı. Alttan topu Rofun komandası. Evet, Rofun'dan çıxmışdı. Alttan topu Sportinglər daxil edirlər. Əlinə Hakimiyev top daxil elə. Ağabalar qəşəng topu götürdü. Ay, alınmadı bir dəfə Ağabalada. Alttan Rofun komandası topu daxil edir. Hakim əllə topu oyuna daxil etmək tələb elədi. Rofun komandasının məqsədi topu əllədən yerlə topu daxil etməyi tələb edir. Çünki qaydalara əsasən belə olmalıdır. Başa düşüləndir, bu oyunlarda adətən AFFA tərəfindən təcrübəçi hakim, təcrübə yığması olan hakimlər təyin edilir. Onlar üçün də bu ilkdir. Yəni həm böyük futbol ilə uşaq futbolu arasında biraz fərqlər var qaydalarda. Yəni belə anlaşılmazlığın olması əslində normal bir haldır. Məhəmməddən qapıya doğru zərbə, bu dəfə qapçı topu çıxartdı. Küncdən yenidən Abbas isə topu qapının üstünə. Abbasın zərbəsi dəqiq olmadı. Məhəmməd topu qarşılayır. Heç nə yox idi burada. Hakim oyunu dayandırdı ama
Yani burada topa oynamıştı Rof'un oyuncuları. Fuat topu karşı. O Fuat'a değerek kenara çıkıyor. Rakip Çin zərbesi yerini getirir. Muhammed başlıyor. Arda. Arda'dan Ağabala çok ayağlı oturuyor da Ağabala çatabilmedi. Zərbənin gücü. Zərbənin gücü biraz çok idi. Ağabala topa çatabilmedi. Ama ayağla düşünülmüş taktikaydı. Ağabala topu karşı. Ağabala değil, Fuat topu karşıladı. Fuat Rof'un kapısına doğru zərbesi olunur. Abbas, Ağabala, Abbas'a ötürme, Arda. Arda eləyir. Top rəqibdən şöyle çıxır. Outdan Rofunlar dərhal oyunu daxil edir. Topu burada Küncən zərbəsi. Küncən zərbə. Yəni olur bu rəqib komandaya. Sporting komandasının qapısı isə tələsmir. Muhammed burada biraz çabuk oynadı hakim. Zərmə zərbesi təyin Rofun qapısına doğru. Kapıya doğru yerle ötürme bu defa almadı. Ağabala ise topu götürür. Ağabala kapıya doğru zərbe. Bu defa alınmadı. Bu defa alınmadı Ağabala'dan. Ama biraz başını kaldırıp ötürme eləsəydi Arda'ya 100% gol idi. Dediler ki her oyundan sonra oyun müzakirələrində Rof'un baş məşqçisi Salim Müəllim öz yetirmələrinə topu zərbə vurarkən və ya hücuma keçərkən başı qaldırıb digər oyunculara baxmağı tövsiyə eləyir. Amma hər dəfə bu alınmır uşaqlarda, yəni hər dəfə alınmır deyərkən, yəni bəzən belə deyirlər, bu alınmır uşaqlarda, yəni öz fikirlərini, öz kafalarına uyğun hücuma keçirlər. Yəni özləri gol vurmağa çalışırlar. Bu isə futbolla hər zaman məhkum etsə. Yəni oyuncu ötürmələrlə, paslarla oynamalıdır. Hakimə dəydiyinə görə hakim oyunu saxlayır. Yox.
Ağabala topu ele geçirebilirdi burada. Alınmadı. Təxminən 10-cu dəqiqə gedir oyunda. Hələ ki hesab açılmır. Hər iki komanda gol vurmağa yaxın olsa da hələ ki hesab açılmır. İndi Sporting komandasının hücumunu izləyəcəkdik. Məhəmməd qarşısını aldı. Hala indi isə gol olabilir ve gol Ağabala'dan. Ağabala hesab açır. Rofun 1, Bakı Sporting 0. Aslında bu gözlənlərdi. Ağabala bir neçə zərbə vurdu qapıya bunu daha öncə. Amma bu zərbələr qeyri-dəqiq olurdu. Gözlənilən idi ki, bunun bir nəticəsi olacaq. Hesab 1-0 Rofun komandasının xeyrinədir. Oyuna mərkəzdən Sportinglər başlayır. Arda topu aldı. Məhəmməd Ağabalaya bitirmək etsə də top çıxdı. Out. Yerlə daha önce getirilmişim U9 yarışlarında outdan top yerlə daxil edilməlidir. Məhəmməd topu qarşılayır. Ağabala qəşəng bir hərəkətlə topu özünə saxlayır. Doğru! Bu dəfə alınmadı. Bu dəfə alınmadı Arda'da. Yəqin ki, yaxın dəqiqələrdə Arda'dan da biz gol gözləyirik. Mütləq alınacaq Arda'da. Ağabala topu ele geçirir ve kapıya doğru zərbə vursa da ikinci zərbə. Üçüncü zərbə Ağabala'da kapıya doğru alınmadı. Bu dəfə alınmadı. Olur. Futbolda böyle şeyler olur. Abbas topu ele geçirir. Ağabala yeniden ötürme. Ağabala ve kapıya doğru zərbə. Ağla zərbəydi. Zədələnən oyuncu var. Ağabala'nın zərbəsindən sonra rakip komandada zədələnən oyuncu var. Görünən budur ki, Rofun komandası təzyiqi artırıb, rakibi təzyiqdə saxlamağa çalışır. Ötən oyun Rofun komandası EFA komandasına karşılaşmıştı. Hatırlıyorsunuzsa gergin oyun oldu. Ama Rofun komandası 2 galibiyetten sonra EFA komandasını düzmüştü. 4-2 hesabıyla mağlup oldu. Bu günləri isə Sporting'in qəbul edir Rofun komandası. Ay. Uğur'un ayağına top geçse de son anda topu itirdi ama rakibe değil. Ve Uğur'a doğru ötürme. Uğur! Yok, bir defa alınmadı. Rakip ise eksiz maketi. 2 nəfərlə rakip eksiz maketi. Burada Rofun müdafiə xətti çok yaxşı oynadı. Rakibin hücumunun karşısını almağa nail oldu. Rakip geri çekilir. Uğur'a doğru hakim cərimə təyin edir. Rofun komandasının 16 nömrə oyuncusu Çobud oynamıştı burada. Rakibe karşı hakimin fikrincə və cərimə zərbəsi təyin olunur. Tamerlan oyundadır. 99 nömrəli bizim canavarımız.
Rəqib hücuma keçir. Sizdən zərbə təyin olunur. Rofun komandasının qarşısında. Yox, sizdən zərbə deyildi hakim sizcə. Rəsul topu ələ keçirir. Az qala. Rəsul topu bura əlindən bırakacaqdı ama Uğur! Rofumlar topu ələ keçirebilseydi. Uğur topu! Uğur! Tamerlan! Zərbə doğru zərbə ama geri dəqiq oldu. Çok yaxşı düşünmüşdü uşaqlar. Onun ise 16. dəqiqəsi gedir. Birinci sıranın başa çatmasına 4 dəqiqə qalır. Top Rofun komandasına değerek oyundan çıkıyor. Burada çekil için şarait o kadar da uygun değil. Onlara aşağı hissede olanları biz daha yaxşı çekip gösterebiliriz. Təəssüf olsun ki. Rəqibin qapısı sərbəst vuruşla oyunu daxil topu və Tamerlan topu ələ keçirir. On 16 nömrəli oyuncu Bəhram bu günləri ilk dəfə Səfərimsə Rofun komandasında çıxış edir. Adı siyahı da olsa da Afgan'ın qeydiyyatına keçmiş siyahı da olsa da bunu ilk dəfə oyuna çıxır ama hələ ki birisine təsir bağışlamır. Uğur topu ələ keçirir. Əla, Bəhrama ötürmə. Topu oyundu, hakim onu saxlamır. Rəqib Sporting komandası hücuma keçir. Yenə də Rofun Tamerlandan gözəl hərəkətlər. Uğur'a ötürmə, Uğur da ötürmə. Bəhram çatdırdı Bəhram özünü. Fuat. Çok gergin bir mübarizeydir. Sporting'in kapısı karşısında çok maraqlı bir mübarizə gedir. Top Sporting'lerden çıxır, künc zərbəsi hakim təyin edir. Qəşəng Tamerlan və gol. Rofun komandası hesabı 2'ye çatdırır. 2-0 Rofun 2 Sporting 0. Top qeydə alınır. Oyunun ise sonuncu dəqiqələri gedir. Hesab gedəcək 2-0'dır. Bəhram və Uğur cütlüyür. Rəqbi çıxır Bəhram. Bəhramla gözəl bir qapıya doğru zərbə vurdu. Qapısı yerindeydi. Tamerlan topu ələ keçirir. 3 oyuncu var. Ötürmə Uğur'a. Uğur. Sizdən zərbə. Uğur'un zərbəsi alınmadı bu dəfə. Yəqin ki, yaxın dəqiqələrdə Uğur'dan da gözəl golcu olacaq. Uğur Tamerlan. Riyadda ötürmə. Riyaddan top çıxır. Qeyri-dəqiq biraz zərbə alındı. Əslində Riyad qapıya doğru zərbə vermək istəyirdi.
meydanda baş verenleri tam olarak göstermeye çalışıyoruz ama biraz çetini yanır çünkü vuruşlara değil. Bu arada Rofun komandasının hücuma alınmadı. Geride bir zərbə oldu. Bəhram isə qapıya doğru zərbə vursa da bu zərbə çox yumuşaq oldu. Oyun isə bitib vaxtı, yəni ki, indi hakim oyunu dayandıracaq. Bu sonuncu hücumdur. Oyunun vaxtı bitib, hakim sərək oyunu dayandırmayıb. Qapıya doğru zərbə və oyunun vaxtı bitdi. Rofun Sporting karşılaşmasında birinci hissəyə yekunlaşdı. Hesab 2-0 Rofun komandasının xeyrinədir.